Hər birinizə salam dostlar, necəsiz? Hava istiləşib, istiməyə başlayıb daha doğrusu. Yumurtalara baxaq. Yəni necə qarlar ərtməyə başlayıb, hava günəş çıxır yəni. Burada yoxdur. 3 dənə yumurta. Ördəklər bir gün bir yumurtayır, bir gün 3 yumurtayır. 2 dənə yumurta var. Birini alıblar evdəkilər. 3 dənə ördək, 3 dənə toyuq. Burada varmı? Altı. Ola bilər indi toyuqları girib burada yumurtasın. Var burada yumurta. Xeyli yumurta var. Bilməm, 2 dənə yumurta yoxşur. Mən görməyəli burada yumurtayı bunlar. İndi fikir verirəm. Necə alacağım bunu? Bağlamışam bura. Bu necə eləyim? Heç bura baxmıram. O qədər baxmıram, fikir vermirəm. Burada var 2 dənə də nəsə var yumurta. Onlara baxım. Qarışdırsam çıxar bəlkə də. 2 dənə yumurta ilə ki çıxdı. Biraz da qarışdırım, bəlkə yenə çıxar nəsə. Bunları hara qoyum? Qalsın dili burada. Başqa varmı? Yoxdur yəqin ki deyə düşünürəm. Amma bilmirəm də onlar neçə günün yumurtası. Hər biri bugünün yumurtasıdır deyə düşünürəm. Biri də əvvəlin yumurtasıdır. Bura çox sıxlı olub. 2 dənə yumurta. İndi dəqiq bilməm də sayı neçə oldusa. Yəqin 4 dənə toyuq yumurtayıb. Bu arada heyrata fərəsi var idi, qara rəngdə. Onun yumurtası bu böyük ehtimalle bu olmalıdır. Bunlar ikisindən biri olmalıdır. Böyük ehtimal bu tərəfdəkidir. O da yumurtaya gəlib fərə. Bu ikinci yumurtasıdır bu. Səhv eləməmsə. İşığı da söndürək, boş-boşuna yanmasın. O heyvanlar bayırdadır, pul yazır. Bir də ki, buranı belə düzəltdim. Bilməyənlər üçün deyim. Yəni, kisə vurdum ki, qabağına şey olmasın, soyuq falan olmasın. İçərdən belə görünür yəni. Canavarı burada açmasından bir dəki lider eləyirlərdə. Canavar 2-ci sıraya düşdü. 3-cü sıradaydı. O da necə oldu? Bilməm, bilənlər bilir, bilməyənlər bilmir. Bu canavarı sürüyə atmışam. Digər 2 xoruzu ayırtmışam sürüdən. Çıxartmışam yəni. Ördəklərlə qalır. Və yəni heyvan bunları görmür. Yəni lider olmaq istədiyimiz heyvan görmür bunları. Heyvanların içində liderlik qurur. Toyuqların içində daha doğrusu. Və qıraqdan yəni başqa bir xoruz gələndə o deyir ki, mənəm buranın lideri. Siz kimsiz? Ürəklənir. Başlayır ona cummağa. İndi baxın. Nədir onun adı? Qırmızını vurur canavar. Amma ki Sussex'ə girə bilmir. Birinci yerdə Sussex'dir. İkinci yerdə canavardır. Üçüncü yerdə də qırmızı. Qırmızı ilə ağdakı dostdur. Canavarla qırmızıdakı düşməndir bir-birlərinə. Bilməm niyə. Baxın. Qırmızını görüb şeydir. Dalaşmaq istəyir. Qırmızını ona tərəf göstərim. Baxın. Nə qədər dalaşdılar. Bunlar axırda canavarı aldı. Baxın. Belə bilərsiniz, qırmızı qaçır. Bu arada indi bilməm videoları demişəm, canlılarda demişəm, amma videoları demişəmsə bilmirəm. Bu həftənin bazar günü, yəni ayın 18-i cücə alacağım, amma az alacağım da, yəni ki, elə belə dedim, yəni az almaq istəyirəm ki, ay, fərə almaq istəyirəm, iri. Bunu ev aparmalıydım, axşam yadımdan çıxıb. Cücərmək üçün qoymuşdum, yadımdan çıxıb. Ev aparacağım, çünki bura soyuq deyə cücərmir. Ev istediği evi koyacağım. Yumurtayanlardan hansılarsa bu da xoruza gəlib, amma ki bilməm bu yumurtayırsa. Böyük ehtimal yumurtamır. Bu məncə heç yumurtayan deyil, amma ki bunu çıxartmaq istəmirəm. Gözəl toyuq deyə. Fərlərdən yumurtamayan qalıb limonun kiçik qızı, yəni bunun bacısı yumurtayıb da. O qalıb. Ona ümidim yoxdur, heç
bu illərin axırına bəlkə o qədər də yox. İlin ortalarına bəlkə yumurtayar. Bu yaxınlarda yumurtayar deyə fikirləşirəm. Yəni bir aya falan yumurtayar bəlkə. Bir də ki, liderlərə heç inamım yoxdur ki, onlar bu yaxınlarda yumurtasınlar. Onlar heç yumurtayacaq bu yaxınlarda limonun kiçik qızı. Bir də nə demək istəyirəm, bu hinduşka xoruza gedir axı dostlar. Yəni cütləşir də cütlədir. İndi yumurtasa falan altına ördək yumurtasından toyuq yumurtası qoymaq istəyirəm ya da ki, elə ördək yumurtası qoymaq istəyirəm. Hinduşka yumurtası qoymaq istəmirəm çünki çox çətindir. Nə bilim istəmirəm. Bir ildən bir dəfə qoyacağam kürd, o da ki, inkubatorumuz artsın deyə yəni cavanlaşsın inkubatorlarımız. Elə onun üçün. Yoxsa belə şeylərəm. Nədir? İstəmirəm ki, hinduşka artsın. Çətindir saxlamaq. Belə yumurtasını da cücələrə falan yedirtərik. Ya baxım, yeyən olsa evdəkilər yer. Hər nəysə. Çünki ördəklər kürd oturması üçün yumurta pekinlərdən, səslərdən gedir söhbət. Yumurtanın altından almamaq lazımdır. Bunlar da ki, yumurtanın altından almasaq, yəni sayları çoxdur, yerlər də biraz kiçik deyə yumurtanı sındırırlar, tez-tez yuvaya girib çıxırlar deyə. Ona görə inanmıram ki, bunlar kürd otursun. Çünki yumurta da yoxdur altlarında. Kürd oturmağını istəyirsinizsə yumurtanın altından almayın. Erkəklər də çox girir yuvalara. Ona görə nədir onun adı? Yadımdan çıxdı. İnanmıram onlar kürd otursun. Ona görə hinduşkanın altına falan qoyacağım. Əgər lallar az yumurtası olan altına qoyaram. Yəni o vaxtda yumurtasa da yəni. Ördəklər yumurtayanda, bunlar kürd oturanda elə bir şey. Yəni uyğun gəlsə bir-birlərinin zamanına qoyacağam. Əgər yumurtaların vaxtı keçsə də ki, pişirib alacağım cücələrə verərəm. Bir də sizdən bir şey soruşurum. Keçən dəfə biri canlıda dedi. Bilməm amma düzdür ya yox. Deyir ki, nədir onun adı? Kömür var ya, kömür, bildiyimiz kömür. Onu suya qatırsan deyir, əzib falan. Sonra süzüb suyu, yəni kömürlü suyu süzürsən təmiz. Süzəndən sonra kömürlü suyu, yəni su vermirsən, o da kömürlü sudur, yəni elə ver deyir, içsin. Daha tez böyütür heyvan deyir. Nə bilim, sizcə yoxlamağa dəyər, elə bir şey var. Yəni ziyanı olmaz hər halda. Yəni sizdən soruşurum. Bir də ki, mən bunlara dərman almalıyam. Dərmanların adı yadımda yoxdur. O qədər dərman var ki, gedim baxım hansı dərmanlar içsə. Cücə almağa gedəndə dərman da alım. Böyütənə kimi azından bir 15 dənə dərman növü lazımdır. Dərman lazımdır. İndi canavarı ayırtmaq üçün yer göstərdim. Sizcə canavarı ayırtım. Yəni canavarı ayırtım. Bunları yem də verim. Canavarı ayırtım. Orada özel baxım ona. Yoxsa necə? Qoy yesinlər bunlar. Ya da vedəni də elə buranın içine qoyayım. İstidi hava qoy. Qalsın burada istiləşsin. Yemi yəni bir yere yığılsınlar deyə tökdüm qabaqlarına. Heyvanlarla da eyni gedirik. Deyəsən yumurtlayan heyvanlar ya 4 dənədir ya da 3 dənədir. Onu dəqiq bilmirəm. Məncə 4 dənədir çünki biri bir gün yumurtlayır, üçü bir gün yumurtlayır. Kim kimi girişdi deyək. 3 dənə də ola bilər. Biri hər gün yumurtlayır, nə bilim. Hər şey ola bilər. 50-50'ye. Belə neçə gündür video çəkmirdim. Vaxtım yox idi. Dedim sizə məlumat verim son hadisələrdən. Hadisələr deyəndə yəni son məlumatlar verim. İndi dəyişikliklər varsa ya yox. Belə lider olaraq canavar sırasını dəyişib. Yəni bir fərəmiz yumurtanı artırıb, yəni bir fərə yumurtaya başlayıb. Başqa nə var? Yeni cücələr almaq istəyirəm. Bu qədər. Elə bunlar. Sağ olun. Özünüzə yaxşı baxın. Belə ki, yenə soruşum, o canavarı ayırtım mı?
Özünüzə yaxşı baxın. Hələlik.